İstənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlərə çıxış əldə etmək olacaq. Mövzumuz söhbət Sima İmza tətbiqinin verdiyi imkanlardan gedir və Sima İmza həm vətəndaşlar, həm də belə deyək, xidmət təklif edənlər üçün hansı üstünlüklər yaradır? Bəli, və üstünlüklərlə yanaşı hansı yeniliklər olacaq, hansı yenilikləri vəd edir? Bütün bunlar haqqında studiyamızın qonağı AZLN Telekomun məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədi Həsənli ilə həmsöhbət olacağıq, dəyərli izləyicilər. Tamerlan müəllim, xoş gördük. Xoş gördük. Tamerlan müəllim, ümumiyyətlə, gəlin belə deyək də, Sima İmza konkret hansı sahələrdə istifadə olunub və fayda verir? Dəvətinizə görə ilk növbədə təşəkkür edirəm sizə. Sima İmzanın tətbiq olunduğu sahələrdən biz danışsaq, təbii ki, onu son istifadəçi növü üzrə biz ayırmalıyıq. Çünki Simanın istifadəçiləri artıq genişlənir, böyüyür və 2022-ci ildə istifadəyə verilmiş məhsulun başlanğıcda istifadəçiləri vətəndaşlar idi. Artıq biz bu istifadəçi növünü daha da genişləndirdik və artıq fərdi sahibkarlar və belə deyək, hüquqi şəxslər artıq istifadə edə bilirlər və bizim dövlət qurumları həlli də hal-hazırda belə deyək, pilot rejimdə test edilir və dövlət qurumları üçün də bu həll istifadəyə veriləcək. Və istifadə sahələrindən danışmadan öncə də bir yaxşı xəbəri sizinlə bölüşüm ki, artıq bugün bizim Sima İmzanın 4 milyon istifadəçisi oldu. Bəli, bu qədər belə deyim, qısa vaxtda, bu qədər bəli, kütləyə bizim çatmağımız həqiqətən şirkət olaraq, komanda olaraq bizim bir uğurumuzdur və bu o deməkdir ki, artıq 4 milyon insan tam şəkildə rəqəmsaldır və elektron xidmətlərə tam şəkildə çıxışı var. Xidmətləri təbii ki, biz dövlət və özəl olmaqla iki hissəyə ayıra bilərik və bugün mən burada daha çox dövlət qurumları ilə bağlı danışmaq istəyirəm ki, dövlətin hansı elektron xidmətlərindən istifadə mümkündür. İlk növbədə qeyd edeyim ki, bilirsiniz ki, keçən ilin artıq avqust ayından etibarən əmək müqavilələrinin imzalanması elektron şəkildə həyata keçirilir və həmin portalda artıq vətəndaş tərəfindən atılan imzaların belə deyim ki, 98%-i Sima İmza tərəfindən həyata keçirilir. Çünki orada təkcə imza növü olaraq Sima İmza deyil, digər alternativ imza növləri də var. Ancaq rəqəmin belə deyək, statistikanın 98% olması bir daha göstərir ki, Sima nə qədər əlçatandır və nə qədər belə deyək, rahatdır onun istifadəsi ki, vətəndaşlar Simanı seçib ondan istifadə edirlər. Digər xidmətlər təbii ki, gömrük portalında bəyannamələrin həyata keçirilməsi, elektron məhkəmə portalında məhkəmə müraciətlərinin edilməsi, MyGov mobil tətbiqinə giriş, hansı ki, orada vətəndaşlar üçün müxtəlif elektron xidmətlər var, onlardan istifadənin təmin olunması, digital login sistemindən və eyni zamanda elektron hökumət portalından 200-ə yaxın qurumun müxtəlif elektron xidmətlərindən istifadə mümkündür və təbii ki, biz belə ümumiləşdirsək xidmətləri hazırda Sima rəqəmsal imzadan belə deyək 70 tərəfdaşımız, 70 qurum öz xidmətlərini tam şəkildə rəqəmsallaşdırıb vətəndaşlara. Bəli. Elektron olma xidmətlərinin sayını götürsək, bu təbii ki, deyərdim 1000-dən daha çox elektron xidmət var orada istifadə edilən. Çünki bir qurumun müxtəlif elektron xidmətləri olur. Məsələn, elə bizim keçən ildə həyata keçirilmiş bir inteqrasiyalardan biridir ki, Azaldan Naxçıvana həyata keçirilən uçuşlarda bilet almaq üçün artıq Sima İmzadan istifadə edilir. Yəni Sima İmza vasitəsilə də bu müraciəti həyata keçirtmək mümkündür. Və əsas olaraq da mən xüsusilə bizim belə deyək, uğurlu inteqrasiyalardan biri də dövlət vergi xidmətinin vergi portalını xüsusən qeyd edəcəm ki, biz belə qeyd edelim ki, 2023-cü ildən bəri vergi portalına Sima İmzanı inteqrasiya etmişik, həmin ildən bəri istifadədədir. Ancaq ilkin mərhələdə vətəndaş xidmətləri əlçatan oldu istifadəçilər üçün. Belə ki, yəni vətəndaşlar Sima İmza ilə daxil olurlar portala və orada artıq sahibkarlıq fəaliyyəti üçün müraciət göndərə bilirlər və eyni zamanda şirkət təsis edə bilirlər. Keçmişdə proses necə idi? Yəni Sima İmza olmadan əvvəl necə idi proses? Onlar müəyyən məntəqələrə gedirdilər, müəyyən sənədlər toplayırdılar, müəyyən ödənişlər eləyirdilər və bir neçə gün çəkən bir proses nəticəsində vaxt itkisi yaşanırdı və onlar elektron imza əldə edirdilər. Artıq daha sonradan girib portala təsdiq eləyirdilər. Artıq bugün tam belə deyə bunlar rəqəmsal formada məsafədən heç bir asıllıq yoxdur. Vətəndaş 7-24 Sima tətbiqini yükləyir, qeydiyyatdan keçir, portala
yola gelir və istədiyi vaxt şirkət təsis eləyir. Mən bizim belə deyim, Sima imzanın digər alternativ imzalardan sırf vergi portalında əsas fərqliliyi, xüsusiyyəti nədir, onu da qeyd etmək istəyərdim. Bizim imzanın bir funksionallığı var, biometrik təsdiq funksionallığıdır. Bu o deməkdir ki, imza atan zamanda biz biometriya orada tələb edirik. Üst tanıma texnologiyası işə düşür və həqiqətən də imza atanın həmin şəxs olub-olmadığını yoxlayırıq. Bu digər imzalarda yox idi, hansı risklər baş verirdi? Digər alternativ imzalarda imza əgər kiminsə əlinə keçərsə və onun şifrəsi, parolu bilinirsə, girib digər şəxslərin adından müəyyən, belə deyək, şirkət təsis edilə bilərdi, maliyyə əməliyyatları icra oluna bilərdi ki... Biz elə, Tamerlan bəy, onu sizdən soruşmaq istəyirdik ki, ümumiyyətlə, üst tanıma texnologiyası ilə istifadədəki təhlükəsizliyi necə təmin olunur? Bəli. Elə məhz bu funksionallıq üzərindən mən davam edəcəm verdiyiniz suala ki, həmin funksionallığın xüsusiyyəti odur ki, burada ikili yoxlanış həyata keçirilir. Həm eyniləşdirmə həyata keçirilir ki, bu şəxs həmin şəxsdir, yoxsa yox və digər yoxlanışda təbii ki, canlılıq yoxlanışıdır ki, burada yoxlanılır ki, kamera qarşısında duran şəxs həqiqətən canlı şəxsdirmi, yoxsa yox, bunun yoxlanışı həyata keçirilir. Məhz həmin funksionallıqdır ki, o vergi portalında hal-hazırda tətbiq edilib və əlavə olaraq da bu təzəlikcə keçən həftədən etibarən belə deyək ki, fərdi sahibkarlar vergi portalından istifadə edə bilirlər. Orada müxtəlif xidmətlər var, 80-ə artıq yaxın xidmətlər var ki, tam elektron şəkildə fərdi sahibkarlara təqdim olunur. Orada qaymələrin göndərilməsi, bəyannamələrin edilməsi. Çünki o sahibkarlıq fəaliyyətinə məşğul olan şəxslər hər rüb bir bəyannamə icra edir, hesabat göndərirlər. Belə anladıq ki, bu artıq siz özünüz biznes istiqamətinə yönəldiniz və bu baxımdan da elə sahibkarlıqdan danışırıqsa, biznes üçün hansı daha asan və daha əlavə fürsətlər yaranır? Bəli. Biznes sertifikatını əldə etməyə ilk növbədə onu qeyd edeyim ki, köhnə imzalarda biraz çətin idi. Orada daha fərqli sənədlər idi, daha çox sənədlər idi, daha fərqli proses idi. Simada isə siz 7-24 əlçatan olan tətbiqi yüklüyorsunuz, vətəndaş kimi qeydiyyatdan keçirsiniz və ön məlumatlarınızı oraya əlavə etməklə cəmi belə deyək, bir dəqiqənin içində həm vətəndaş imzasını, həm də sahibkar imzasını əldə edirsiniz. Artıq imzanız var və inteqrasiya olunmuş xidmətlər var, hansı ki, Sima tətbiqində bunu görə bilərsiniz, hansı xidmətlərdir. Məhz elə biri də elə vergi portalıdır ki, girib orada az öncə qeyd etdiyim xidmətləri icra edə bilərsiniz. Və bizim kampaniyamız var, onu da xüsusilə qeyd edeyim ki, Sima imzadan 6 ay şəkildə sahibkarlar, fərdi sahibkarlar üçün də pulsuz istifadə mümkündür. Bu önəmli məqamdır. Bəli, 6 ay pulsuz promo kodunu böyük hərflərlə daxil etməklə tam, belə deyək, pulsuz şəkildə əldə etmək mümkün olur fərdi sahibkarlar üçün. Tamerlan bəy, bəs əgər, belə deyək, Sima imza itirildikdə və ya hesab pozulubsa, onda nə etmək lazımdır? İlk öncə bunu qeyd edeyim ki, Sima imzanın itirilməsi deyə bir anlayış yoxdur. Nəyə görə? Çünki Sima imza mobil tətbiq əsaslı bir imzadır və bu mobil tətbiq mobil cihazlarda yüklənir və orada olur. İtirilmə dedikdə bu ola bilər ki, smartfonumu itirmişəm. Nə etməliyəm? Təbii parolu... Bəli, pardulumu unutmuşam və yaxud da ki, digər hadisələr baş veribdir. Smartfon itdiyi təqdirdə əslində burada bir narahatçılıq olmamalıdır istifadəçidə. Çünki imza həyata keçirtmək üçün mütləq olaraq ora parol daxil etmək lazımdır. Və Simanın da təhlükəsizliyi baxımından şifrəsi tam qorunur, təhlükəsizliyi təmin olunur. Ona görə parolu bilmədiyi təqdirdə təbii ki, burada hansısa bir əməliyyatı icra etmək qeyri-mümkün olacaq. Və bir məsələdə əgər yenə də vətəndaşlar narahatlıq hissi keçirirlərsə ki, mən smartfonumu itirmişəm, cihazımı itirmişəm, o zaman bizim artıq 157 çağrı mərkəzinə müraciət edə bilərlər, öz belə deyək, fərdi məlumatını, fin kodunu bildirə bilərlər və biz bununla da sertifikatı bloklaya bilərik. Tamam, siz qeyd elədiniz ki, artıq Sima üzdən tanıma funksiyası ilə bir sıra mərhələlərdə təhlükəsizliyi daha yaxşı təmin edib. Bəs yaxşı, gələcək üçün əgər yeni funksiyalar haqqında danışmış olarsaq, əlavə tanıma mexanizmləri kimi, misal üçün səsdən tanıma mexanizmi ola bilərmi və tətbiq ediləcəkmi? Bəli, çox gözəl məqama toxundu. Çünki biz bilirik ki, biometriya təkcə üst tanımadan ibarət deyil. Onun içərisinə göz eyniləşdirmə, səs eyniləşdirmə və digər texnologiyalar daxildir. Bugün Azintelekom olaraq biz səs eyniləşdirmə texnologiyasını artıq ilkin araşdırmalarına başlamışıq və artıq belə deyərdim ki, testləri də aparılır. Hədəfimiz odur ki, çox qısa vaxtda səs eyniləşdirmə deyə texnologiyasını da bu yerli bazara gətirək. Təbii ki, bunun müəyyən xüsusiyyətləri, üstünlükləri olacaq bazar üçün, yerli bazar üçün. Bu daha çox müştəri xidmətliləri yönümlü sahələrdə fəaliyyət göstərən, belə deyək, sferalar üçün tam işlək olacaq. Bəs harada daha çox istifadə ediləcək bu səs tanıma mexanizmi? Bunun nümunə çağrı mərkəzlərini nümunə götürək ki, çağrı mərkəzlərinə daha çox tələbat var ki, zəng gəldi, onlar mütləq bir xitab
cavab edərkən istifadəçini tanımaq istəyəcəklər ki, zəng arxasında duran, telefon arxasında duran şəxs kimdir, onun məlumatları həqiqətən düzgün adamla mı danışıram mən? Ola bilər səsi təqlid edə bilirlər və ya da başqası götürüb telefonu zəng eləyib, başqa əməliyyat icra etmək istəyir. Nəzərə alsaq ki, bugün süni intellekt İmkanlar da var. kifayət, ona görə. Təşəkkür edirik sizə Fəxrəvan bəy ətraflı məlumatınız üçün.